Dövlət Sərhəd Xidməti Akademiyasının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib. Dövlət Bayrağı meydanında Dövlət Sərhəd Xidməti Akademiyasının 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib. Tədbiri açıq elan edən Akademiyanın rəisi Araz Məmmədov bildirib ki, 3 leytinant Akademiyanı fərqlənməklə bitirib. Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Qoşunlarının komandanı General-leytinant Elçin Quliyev də məzunları və onların ailə üzvlərini təbrik edib. Elçin Quliyev Akademiyada təhsil alan hər bir məzunun Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçməyə hazır olduğunu bildirib. Xidmətinizdə dövlətin maraqlarını hər zaman uca tutmağı, Ali Başkomandan və vətən qarşısında alnı açıq olmağı, seçdiyiniz yolun çətinliyinə inamla sinə gəlməyi, komandirləriniz, valideynləriniz və ailəniz üçün qürur mənbəyi olmağınızı arzulayıram. Elçin Quliyev 2014-cü ilin birinci yarısında 2 yeni hərbi hissənin təmir edilərək istifadəyə verildiyini, sərhəd xidmətində tikinti quruculuq işləri ilə yanaşı müasir silah texnika ilə təminatın yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Rəsmi çıxışlardan sonra gənc sərhədçilər mükafatlandırılıb. 3 leytinant Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev tərəfindən fərqlənmə diplomu, digər zabit və kursantlar isə müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Mükafatlandırma mərasimindən sonra məzunlar sərhədçi andını qəbul edib. Tədbir zabitlər və kursantların təntənəli marşı ilə başa çatıb. Rahman Əzizova, İsmail Cəbiyev, İlqar Abdullayev, Carçı.